Salam dəyərli müştərilər, hər vaxtınız xeyirli olsun. Bu bizim artıq 6-cı videomuzdur. Ən çox satılan və bənzəyən eyni ətirlərin həm orijinalını, həm də saxtasını göstəririk ki, dəyəri 50-60 manat olan bir məhsula 700 manat, 800 manat ödəməyəsiniz. Əlimdə olan bu ətir Amouage brendindən Qaydın sətirdir. Hal-hazırda saytımızda 100 milisinin qiyməti 750 manatdır. Və əlavə olaraq qeyd edim ki, bizdə A-Class, Deluxe ətir yağları və ya da hər hansı bir saxta məhsul satılmır. Bizdə brendin özünə məxsus olan ətrin həm satışını edir, həm də təqdimatını. Nə qədər ki, mən bu mağazadayam, heç bir halda A-Class və ya da saxta məhsul satılmayacaq. Bu bizim artıq 6-cı videomuzdur. Hələ indiyənə qədər bu qədər bənzəyən A-Class görməmişdim. İstər yazılar olsun, yaxınlaşdıracağam. İstər yazılar olsun, istər qızılı yazılarda çap olsun, çox yəni mükəmməl hazırlanıb. Amma nəzərinizdə olsun ki, Amouage brendindən məhsul olan şüşələr lüks keyfiyyətdə olur. Biraz araşdırsaz görərsiniz, xüsusi hazırlanır. Bir də Amouage brendindən məxsus olan qalagrama var. Fikir verirsiniz. Görürsünüz. Yazılar birə-bir kopyalanıb. Birə-bir. Məhsulun batch kodu. Bax, orijinalda məhsulun batch kodu. İndi burada paketlənməyə baxın, görürsünüz. Qalın bir barmaq ölçüsündə. Fikir verirsiniz. Bax, bunu da nəzərə alın mütləq. Orijinalı çünki nazik bağlamadır. Bax. Deyərdim ki, qutular birə-bir kopyalanıb, birə-bir. Tək bir dənə qalagramadır, Amouage brendindən məxsus olan qalagramadır və biraz da keyfiyyətindən biləcəksiniz. Görürsünüz, bunların keyfiyyəti zəifdir. Şəklinin keyfiyyəti zəifdir. Orijinalda elə deyil. Orijinalda daha tündür, daha keyfiyyətli çap olunub. Amma belə getsək mağazaya, yəni orijinalı görməsəz, qalagrama və s. çıxmaq şərtində saxta məhsul ola bilərsiniz. Özü də ağırdır, yəni deyim ki, yüngüldür, yox, indi şüşəsindən tanış olacağıq, inşallah. Tam olaraq məlum olacaq. Ətirin şüşəsindən tanış olaq, birinci orijinal məhsuldan başlayaq. Yenə də qeyd edirəm, xüsusi qablaşmadır, xüsusi hazırlanır. Həqiqətən də toxunduqda bilirsiniz ki, yəni lüks keyfiyyətdə bir şüşədir. Aha, bunu qoyaq kənara. İndi A-Class'ın şüşəsindən tanış olaq. Solğundur. Birə-bir, yəni kopyalanıb da, yəni birə-bir. Rənglərində də fərq var. Eyni maqnitlidir. Maqniti zəifdir, amma yəni qapaq da, yəni keyfiyyətli qapaqdır. Görürsünüz, birə-bir kopyalanıb. Rənglərinə baxın. Yəni deyirəm, getsəz mağazaya, sizə bunu versələr, yəni təqdim eləsələr, çox, yəni həqiqətən də, yəni birinci dəfədir ki, yəni bu qədər bənzəyən A-Class görürəm.
Dedim ki birə-bir kopyalanıb bu saxta məhsulun burada korona şey olmalıdır orijinalda. Baxın görürsüz. Buradan da bilə bilərsiniz. Şüşə rənglərdə bilinir. Görürsüz bu qızılıdır içərisi. Bu da isə gümüşüdür. Saxta məhsulda. Qoxusuna da tanış olaq. Bu saxta məhsuldur. Qoxu olaraq qoxusu tamamilə fərqlənir. İstifadə edən müştərini çox böyük ehtimal ki, aldatmaq mümkün deyil. Çünki qoxu olaraq fərqlənir. Qapaqların oturuşuna baxın. Görürsüz. Ara məsafəsi qalır. Bunu da nəzərə alın. Amma orijinalda elə deyil. Tam oturur. Görürsüz. Yəni həqiqətən bu qədər bənzəyən A-klass görməmişdim. Kiçik fərqləri nəzərə alaraq demək olar ki, birə-bir bənzədilib. Birə-bir. Bəli, dəyərli müştərilər, videonu yekunlaşdırıram. Yəqin ki, kifayət qədər sizin üçün faydalı oldu.